Hörmətli tamaşaçılar, Qərbi Azərbaycana doğru verilişində sizləri xoş gördük. Regionumuzda çox dinamik hadisələr baş verir. Son dönəmlərdə artıq 8 avqust 2025-ci ildən sonra başlayan yeni mərhələ Zəngəzur dəhlizinin açılmasından bağlı yeni ümidlər yaradır. Bu yaxınlarda Davosda keçirilən Ermənistan prezidenti və Azərbaycan prezidentinin görüşündən sonra bu məsələnin yenidən gündəmə gəlməsi belə bir ümid yaradır ki, artıq Zəngəzur dəhlizində yeni mexanizmlərin qurulması, dəhlizin işə düşməsindən bağlı konkret addımlar atılması mərhələsinə də yaxınlaşmaqdayıq. Bu, Qərbi Azərbaycanlılar üçün nə deməkdir? Bütövlükdə Azərbaycan üçün nə deməkdir? Əlbəttə ki, bu mühüm strateji əhəmiyyətli bir hadisə deməkdir. Qərbi Azərbaycana qayıdış ümumilli məqsəddir Azərbaycan xalqının, amma bu qayıdışın həm də bir Zəngəzur dəhlizi və yaxud Tramp marşrutu adlandırdığımız bir komponenti var. Bu məsələlərdən danışacağıq. Studiyamızın qonağı çox hörmətli millət vəkili Vüqar Rəhimzadədir. Vüqar müəllim, xoş gördük. Təşəkkür edirəm, xoşunuza gələk. Çox təşəkkür. Siz Sovet dövründə də uzun illər məhz bugün Zəngəzur dəhlizi, Tramp marşrut dediyimiz o marşrutla getmişsiniz, gəlmişsiniz, getmişsiniz, gəlmişsiniz. Birinci, bu marşrut Azərbaycan xalqı üçün nədir? Naxçıvan və Azərbaycan üçün hansı mahiyyət daşıyır? İkincisi, Qərbi Azərbaycana qayıdış üçün bu hansı məzmunu kəsb edə bilər? Əvvəla təşəkkür edirəm çox hörmətli Hikmət müəllim və sizləri, təbii ki, tamaşaçıları ürəkdən salamlayıram və doğrudan da kifayət qədər mühüm bir mövzudur. Tək bugünün çağırışları fonunda deyil, ümumiyyətlə tarixi missiyanın yerinə yetirilməsi baxımından kifayət qədər Zəngəzur dəhlizi Azərbaycanın tarixində, Azərbaycanın həyatında, taleyində mühüm rol oynayan, mühüm bir vasitə olan orta dəhlizin bir tərkibi olaraq kifayət qədər vacib strateji əhəmiyyət kəsb edən bizim üçün dəhlizdir, mövzudur və bilirsiniz ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz hissəsi olan bu ərazimiz 35 ildən artıqdır blokada şəraitindədir. Və bu blokada şəraitində olması bilirsiniz nə deməkdir? Çox çətin iqtisadi əlaqələr, təbii ki, gediş-gəlişin, nəqliyyat əlaqələrinin və bütövlükdə Azərbaycanın paytaxtı Bakı şəhəri ilə Naxçıvan arasında əlaqələrin nə qədər çətin olduğunu açıq və aydın şəkildə ortaya qoyur. Və çox gözəl məni xatırlatma etdiniz və mənim dəfələrlə mən bu dəhliz vasitəsilə Naxçıvana getmişəm, Naxçıvandan gəlmişəm və doğrudan da tək mən yox, minlərlə insan həm bu əlaqənin, bu vasitənin əlaqə olaraq Naxçıvana gedib gəlibdir və bu bizim bir haqqımız və hüququmuzdur və təbii ki, bizim 90-cı illərin əvvəllərində, demək 80-ci illərin sonlarında başlamış bu münaqişə və Qarbaçov siyasətinin, Moskva hakimiyyətinin yaratmaz və yaramaz siyasəti nəticəsində ermənilər xülüyə uydular, belə deyək ki, belə bir düşüncəyə düşdülər və bütövlükdə bu dəhlizin bağlanması ilə nəticələndi və böyük bir Azərbaycanın böyük bir ərazisi işğala məruz qaldı. Naxçıvan ümumiyyətlə həvaliçi çətin bir dönəm dövrü yaşadı və 88-ci ildə Qərbi Azərbaycandan son deportasiya bu çox ağır bir məsələdir və 300 mindən artıq bizim soydaşlarımız, bacı qardaşlarımız məcburən oradan öz dədə-baba torpaqlarından qovuldular. Onların bir hissəsi ilə Naxçıvana gəldi, bugün də Naxçıvanda yaşamaqdadır. Yaşayarlar, bəli, elədir tamamilə və bu doğrudan da bizim, əslində bu bizim haqq işimizdir, bizim halal işimizdir və bu dəhlizin açılması bizim Qərbi Azərbaycana qayıdış, hesab edirəm ki, bizim halal haqqımız olduğunu və bu qayıdış fonunda da kifayət qədər mühüm işlər görülməkdədir, vacib işlər görülməkdədir. Möhtərəm cənab prezidentimizin rəhbərliyi ilə Azərbaycanda Qərbi Azərbaycan icmasının yaradılmasının özü bir tarixi bu addıma yaxınlaşmaqda mühüm əhəmiyyət kəsb edir. Dəhlizin açılması əlbəttə ki, ilk növbədə Naxçıvanla əlaqələrin, birbaşa əlaqələrin qurulması baxımından kifayət qədər önəmlidir. İstər yük daşıma, istər sərnişin daşıma və bütövlükdə gədiş-gəlişin kifayət qədər intensivləşməsində mühüm rol almalı işdir. Bilirsiniz, bu günləri Naxçıvanla Azərbaycanın paytaxtı Bakı şəhərinin əlaqələr yalnız hava xətti vasitə, belə deyək ki, hava nəqliyyat vasitəsi ilə, yaxud da deyək ki, cənubdan tək-tük, belə deyək ki, avtobus vasitəsi ilə gediş-gəliş var, İran ərazisindən keçməklə.
Amma bu dəhliz təkrarən vururam ki, biz hər zaman bu dəhlizin açılmasını gözləmişik. Zaman. Vüqar müəllim, siz çox maraqlı bir coğrafiyanın millət vəkilisiniz. O coğrafiya ki, tarixən həm də demək Qərbi Azərbaycanlıların yaşadığı və faciəvi şəkildə öz vətənlərini tərk edərək gəlib Culfa, Ordubad ərazisində yerləşmiş Azərbaycanlıların 1948-53-cü illərdə, ondan əvvəl 18-ci ildə və ən nəhayət mən əminəm ki, son dövrdə 87-91-ci illərdə də Qərbi Azərbaycandan gələrək demək Ordubad, Culfa, Naxçıvan digər bölgələrində Şahbuz və Şərur məskunlaşıblar. Sizin dairəniz Ordubad, Culfa seçki dairəsidir və elə bu faciə nəticəsində dediyimiz kimi uzun illər bundan əvvəl hələ Sovet dövründə Ordubaddan, Qafandan gələn Ordubadda yaşayan böyük kəndlər də var belə. Və ən nəhayət sonuncu dönəm. Bu proses sizin seçkilər tərəfindən necə qiymətləndirilir? Öz tarix torpaqlarına qayıtması. Məsələn, Saqqarsudan aşıb Qafana getmək. Ondan sonra və yaxud Ordubad Göygölündən aşıb yenə Qafana, yenə Qərbi Zəngəzur, öz tarix torpaqlarına getmək, Maralgölə getmək. Bax, bu məsələlər, bu həsrət siz necə görürsünüz o seçkilərdə? Bilirsiniz, bunu Hikmət müəllim, hər bir Azərbaycan vətəndaşının müqəddəs amalı və arzusudur. Və xüsusilə Naxçıvan cəmaatı üçün əlbəttə ki, bizdə kəndlər var. Məsələn, Culfanın Şuruq kəndi var. O Şuruq kəndində hamısı, Gal kəndi var. Hamısı Qafan cəmaatıdır. Qafandan məcburən. Görürsünüz, bu millətimizin faciəsi də əslində. Ordubadın özündə Nüvədidən, Qafandan və digər bölgələrdən nə qədər əvvəllər insanlar yaşayır kəndlərdə, şəhərin özündə. Bu doğrudan da çox çətin bir Azərbaycanın tarixinin çox çətin bir dönəmi olubdur. Çox ağırlı bir dönəmi olubdur və bu günləri hamımız həsrətlə o günü biz gözləyirik. Gözləyirik ki, bax bu insanlar öz dədə-baba torpaqlarına qayıtmağın, o əraziləri yaşamasını gedib təmin etmək. Bunlar vacib məsələlərdən biridir və bu dəhlizin rolu misilsizdir bu proseslərdə. Əlbəttə ki, bu dəhlizin açılışı Naxçıvanla birbaşa əlaqələrin yaradılması və eyni zamanda Avropaya çıxış, Türkiyəyə çıxış baxımından kifayət qədər önəmlidir. Bu dəhlizin açılmasıyla Naxçıvanın hesab edirəm ki, bir inkişafla iqtisadi həyatında strateji dövrü başlayacaq, Hikmət müəllim. Turizm potensialı bilirsiniz ki, kifayət qədər böyükdür Naxçıvan. Bayaq Safqarsuyun adını çəkdiniz. Məsələn, o Göygöl. Göygöl dağın bir tərəfi bizim bir gölümüz Maral göldür, digər tərəfi Göygöldür. Bax, bu dağ aşırsan o tərəfə, gedirsən Qafanda dədə-baba torpaqlarını ziyarət edirsən, gəzirsən. Yəni, bizim həsrətlə gözlədiyimiz anı o gözləyirik. Ya da Biçənək aşımından çıxıb, kiçik Qarakilsə tərəf boylanırıq oradan. Boylanır, çox. Görüş yoluna baxırıq. Çox həsrətlə bu dəqiqə bunu gözləyirik, Hikmət müəllim. O, çox. Dəhlizin rolu əvəzsizdir, həm Azərbaycanla. Tarixi kontekstdə bu məsələlər belədir. İnsan bir qədər də emosiyasız danışa bilmir, çünki söhbət vətəndən gedir. Amma bir qədər də siyasi və rasional kontekstdə qiymətləndirirsək, hazırda siz bu perspektivi necə qiymətləndirirsiniz? Məsələn, nəzərə almaq lazımdır ki, yəni bu olmasa ədalətli sülhün əldə etdiyimizdən danışa bilməliyik, uzun müddətli sülhdən danışa bilməliyik. Çünki nəticə itibarilə Qarabağ Azərbaycanlılar Qarabağ münaqişəsi kontekstində ata-baba torpaqlarından həm də qovulurlar. İndi madəm ki, bu münaqişə artıq yoxdur, post-münaqişə mərhələsinə qədəm qoymuşuq, demək, münaqişənin səbəb olduğu bütün faciələr demək, artıq o öz ədalətli şəkildə öz həllini tapmalıdır. Məsələn, biz çox yaxşı bir həll təklif elədik ermənilərə ki, qalın Azərbaycanın vətəndaşı olun. Qarabağda yaşayan ermənilər. Baxmayaraq ki, onların böyük bir hissəsi etnik separatçılıqla məşğul olmuşdular, ideoloji baxımdan zəhərləmişdir. Amma onlar imtina etdilər. Ancaq Qərbi Azərbaycanlılar qayıtmaq istəyirlər və Ermənistanın vətəndaşı kimi. Çünki onlar heç bir vaxt Ermənistan dövləti qarşısında etnik separatçılıqla məşğul olmadılar, Ermənistan dövlətinə qarşı üsyan eləmədilər. Bu, onların haqqıdır, ədalət namına. Bax, bu perspektivi necə görürsünüz? Mən düşünürəm ki, bu Qərbi Azərbaycana əslən Qərbi Azərbaycan olanlar və bütün insanların qayıdışı bu mümkün olacaqdır, təmin olunacaqdır. Mən hesab edirəm ki, kifayət qədər bununla bağlı uğurlu artıq proseslərin başlanğıcı qoyubdur, uğurlu işlər gedir və dünyada artıq bu siyasi mahiyyəti nədən ibarətdir bunun? Dünya ictimaiyyətinə təqdim olunub və düşünürəm ki, gec yaxud da tez 1 ilə, 2 ilə, 3 ilə
bu təmin olunacaqdır. Və bu təkrarən vurğulayıram ki, insani baxımdan dəyərləndirəndə bu insanların nə qədər çətin bir dövrdə yaşadığını, onların bilirsən atasının, anasının, əcdadlarının məzarlarını qoyub gəlmək, öz ocaqlarını qoyub gəlmək, öz dini abidələrini, mədəni abidələrini qoyub gəlmək və o abidələrin nə vəziyyətə düşməsin, mən ürək arxısına bunu qeyd edirəm. İnsanların gör düşüncələrində, onların yanaşmasında nə qədər mənəvi cəhətdən əzab çəkib narahatçılıq. Bilirsən, ananın, dədənin qəbri, məzarı oradadır və mənim tarixən torpağım, mənim böyüdüyüm, yaşadığım, nəslimin, nəcabətimin o torpaqlara qayıtmamaq bu mümkün deyil. Bu insanın mənən rahatlıq olmalıdır. İnsanın mənəvi cəhətdən bir, belə deyək ki, təskinlik demək də düz deyil. Bu adamın halal haqqıdır. Halal haqqıdır. Bilirsiniz, bunu düşünürəm ki, qısa müddət ərzində inşallah müəyyən dövr ərzində bu proseslər yüksək səviyyədə öz mərhələ şəkildə öz həllini tapacaq və bizim bacı qardaşlarımız öz dədə-baba torpaqlarına qayıdış ki, təmin olunmalıdır və Ermənistanın siyasi hakimiyyəti də bundan bağlı düşünməlidir və bundan bağlı ədalətli mövqe nümayiş etdirməlidir. İndiyə qədər onsuz da kifayət qədər Azərbaycanlılara qarşı ədalətsiz mövqe sərgilənibdir. Əsrin əvvəlindən, ötən əsrin əvvəllərindən deportasiyaya məruz qalıblar, soyqırıma zaman-zaman məruz qalıblar bu insanlar və axırıncı dəfə dediyiniz 87-ci o illər, ondan sonraki dönəm ərzində bilirsən, bu faciədir. Böyük Azərbaycan tarixində ən faciəli anlardan, ən faciəli günlərdən, illərdən biridir və düşünürəm ki, zaman artıq başqa bir diktə eləyir. Zaman həyatda başqa bir ədalətin ortaya çıxmasını təmin etmək üçün addımlar atılmalıdır və ümidvaram və düşünürəm ki, tezliklə Azərbaycan vətəndaşları, Azərbaycanlı vətəndaşlar tarixən öz dədə-baba torpaqlarına qayıdıb, öz rahat, mənəvi cəhətdən öz rahatlıqlarını hesab edirəm ki, təmin eləməlidirlər. Çox təşəkkür edirəm. Ümid edirik ki, doğrudan da belə olacaqdır. Çünki Azərbaycan prezidenti ədalətin təmin olunmasında, xalqımıza qarşı edilmiş haqsızlıqların aradan götürülməsində qətiyyət nümayiş elətdiribdir, nəticələr əldə edibdir və bu nəticələrdən biri də bizim Qərbi Azərbaycana qayıdışımız olacaq. Müəllim, studiyamıza gəldiyiniz üçün təşəkkür edirəm sizə. Çox sağ olun. Siz sağ olun, minnətdarım. Hər bir Azərbaycan vətəndaşının həm də vətəndaşlıq missiyası ondan ibarətdir ki, Hikmət müəllim, bax bu Qərbi Azərbaycana qayıdış, bəli, hökmən bizim hər birimizin fəaliyyətimizin ana xəttini təşkil etməlidir. Bir daha təşəkkür edirəm. Hörmətli tamaşaçılar, verilişimiz sona çatdı. Sağ olun, gələn görüşlərə dək.